var, ona qısa izah verim. Biz deyəndə ki, məsələn, müəyyən səhabələr kafir olub, müşrik olub, Allahdan başqasına əyilib durub, ibadət eləyib və Rəbbini tanımayıb, cahil olub, filan olub, filan olub. Amma Həzrət Əli əleyhissalam İslamda olub və tövhiddə olub, heç bir bütə sitayiş eləməyib. Belə bir cavab verirlər. Yəni, Həzrət Əlinin İslamı bunlara ağır gəlir. Həzrət Əli də sizindir də, Yahudinin deyil ki, Xristiyanın da Həzrət Əli, o da sizindir də, müsəlmanın. Deyəndə ki, məsələn, filan səhabə müşrik olub da, yəni adam 50 yaşında, 40 yaşında, 60 yaşında əşhədü ən la ilahə illallah deyib. Belə o həqiqətdir də, bunu niyə inkar eləyək ki? Adam ömrünün çox hissəsini kafir olub, 63, 64, 65 yaşında da ölüb. Yəni 40-50 yaşında iman gətirib, 10, 13 il, 20 il İslamda olub, sonra dünyasını dəyişib. Ömrünün 40 ilini bu adam kafir olub, müşrik olub, bütün sitayişçisi olub. Olub da, amma Həzrət Əli olmayıb. Deyəndə xoşlarına gəlmir. Yəni Həzrət Əlinin İslamı bunlara çox ağır gəlir ki, neyniyək ki, Həzrət Əli bu heç bir bütə ibadət eləməyib, bunun yanına bir şeydə qoyaq ki, qoy bu fəzilət öz nurunu itirsin. Deyirlər ki, İslamda doğulan səhabələr. İslamda doğulan səhabələr olub. Yəni Peyğəmbər İslamı gətirəndən sonra dünyaya uşaqlar gəlib, cavan yaşlarında, məsələn 13, 14, 15, 16 yaşında səhabələr olub. Onlar da bütə ibadət eləməyib də. Qardaş, sən bu maniyəni niyə qoyursan mən qabağıma? Həzrət Əli düşmənindir səni. Sən elə bəhbəh deyib niyə qəbul eləmirsən? Sən üçün xəlifədir, mənim üçün imamdır da. Sən üçün səhabədir, mənim üçün Allahın hüccətidir. Yəni, burada səni narahat eləyən nədir Həzrət Əliyə? Yəni, sıracı yanından bir şey dərhal ki, filankə səhabə də la ilahə illallahla doğulub da, İslamda doğulub, heç bir bütə sitayiş eləməyib. Ona da kərrəməllahu vəcəhu deyək. Qardaş, sən niyə narahat olursan? Buna cavab belə olacaq ki, İslamda doğulan səhabələr də olsa, Peyğəmbərin qucağında böyüməyib. Yəni, Həzrət Əli Peyğəmbər tərbiyəsi ilə böyüyüb. Peyğəmbər və səhih hədislər qeyd elədim ki, Peyğəmbər mənə verəndə susurdum, verməyəndə mən tələb edirdim. Yəni, o susanda mən tələb edirdim. Hansı ayə, harda nazil olub? Yer olaraq. Nə zaman nazil olub? Kimin haqqında nazil olub? Məndən yaxşı onu bilən yoxdur. Həzrət Əli deyir. İkinci səhabə yoxdur bu sözü desin. Yəni bir səhabə tapın, Həzrət Əli kimi desin ki, səluni, səluni, soruşun məndən, soruşun məndən. Belə bir səhabə yoxdur. Yəni din, Quran, qəzavət elmində Həzrət Əli əleyhissalamdan ələm nədir? Yoxdur. Niyə? Çünki bütün səhabələri ötüb. Öncədən o olub. Məsələn, hədislərdə var, indi il dəqiq yadımdadır, 7 il deyir, ya 5 il deyir. Peyğəmbər arxasında mən namaz qılanda cəmaat bütlərə ibadət eləyirdi. Mən namaz qılanda, Həzrət Əli deyir, bu müəyyən adamlar bütlərə sitayiş eləyirdi. Bu olub da, niyə bunu rahatlıqcan sevinəyin də, niyə pis oluruq axı? Niyə Həzrət Əlinin fəzilətini qeyd eləyən kimi yanından bir nəfəri icad eləyirik ki, yox, o da olub da, o da olub da. Yox, sən niyə narahatsan axı? Yəni, nə olub sənə? Yəni, Həzrət Əlinin İslamı bugünkü günə qədər müəyyən insanlar üçün ağırdır və onun İslamını rahat qəbul eləyə bilmir.